Qardaş, nətərsən? Nə var nə yox? Bu yol sənin xoşuna gəlir? Bu yol yox. Bu hansı rayondur bura? Cəllabad. Neçə ildir belə bu yollardan belə bu cür istifadə edirsiniz? Çoxdan, nə bilim. Və deyirsən ki, bu yol belə heç ya öyrəşmisiniz, düzəlsə ürək sıxılar. Yox, niyə yaxşı olar? Yox, indi öyrəşirsən də belə yollarda da sonra deyirəm pis olmaz düzəlsələr. Yox, niyə pis olur ki? Yol yaxşı olsa niyə o heç inciməz. Özü təqdim elə. Cəllabad rayon sakini. Cəfərov Qoşqar. İstəyirsən bu yol düzəlsin normal bir şəraitdə. Bəli, nə istəməm, o kim istəməz. İnşallah biz bir tədbir görərik, bəlkə Allah rəhm elədi. Bərbad vəziyyət. Allahın yolunda, bunu kim istəməz düzəlməlidir də, bu Allahın yolunda. Bu düzəlməlidir. Heç müraciət eləmişsiniz bu yol haqqında? Eləməmişsiniz. Ona belə bu ağsaqqallar yad eləyib, amma yox, biz yaxşı. Sağ ol, sağ ol. Sağ ol. Belə. Bu da bu Cəllabad rayon sakininin bizə verdiyi müsahibə. Təbii ki, insanlar bu yola uzun illərdir öyrəşiblər. İndi adam qorxur ki, birdən yol düzələr, bunların ürəyi sıxılar. Əziz müəllimin, Cəllabad rayon icra başçısı Əziz müəllimin yəqin ki, bu yoldan ümumiyyətlə məlumatı yoxdur. Kimsə də yəqin ki, istəmir ki, buranın o tarixi görüntüsünə xələl getirsin. Adətən İçəri şəhərdə belə olur. İçəri şəhərdə, məsələn, qədimdə necə qalıb, o qədimi görüntüləri pozmaq istəmirlər. Və çox qəribədir ki, tək-tək də olsa maşınlar bu yoldan istifadə edir. Mənim özümdən çox bu maşına, texnikaya yazdığım gəldi ki, belə bir acınacaqlı durumda biz getmək məsuliyyətindəyik. Çox gözəl toz dağlılar var. Axıra qədər müşahidə eləyə görək bu yol nə ilə nəticələnir. Belə bir mənzərə var burada. Tozlar göz görmür.